Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün yenə turşu ilə gəldim qarşınıza. Kələm dolması turşusu ilə. Düzdür, bunu bir dəfə hazırlamışam. Çox sevildiyi üçün, bəyənildiyi üçün təkrar yenə hazırlamaq istədim. Amma bu dəfə fərqli formada hazırlayacağam. Qırmızı kələmlə hazırlayacağam. İlk öncə nə edirəm? Bir ədəd qırmızı kələm götürmüşəm. Bunun içərisini çıxardıram. Necə ki dolma bişirəndə kələmi pörtürük. Bunu da eynən elə. Biraz amma kələmi az pörtürük. Çünki bu turşudur, dolma deyil. Kələmin içərisini çıxardıram. Düzdür, bu kələm qırmızı olmasa da, amma adı qırmızı kələmdir. Yəni bunu belə səsləndirirəm. Kələmin içərisini çıxartdım, onu qoydum pörtləməyə. Bir ədəd bərk kələm götürmüşəm içli üçün. Bunu xırda-xırda doğrayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Kələmi gördüyünüz kimi bu formada xırda-xırda doğrayıram. Gördüyünüz kimi kələmimiz burada bişir, pörtlənir. Kələmi də çox bişirmirəm, çünki turşuya biraz bişdisə bəs edir. Kələmi xırda-xırda doğradım və yaşıl bibəri də xırda-xırda doğrayıram. Dörd-beş diş sarımsağı da doğrayıram. Sarımsağı azaldıb və yaxud çoxaltmaq sizin zövqünüzə bağlıdır. Bir ədəd acı biber də doğrayıram. Yenə də çox acı olmağını istəyirsinizsə, acı biberi 2 ədəd edə bilərsiniz. Bunu da xırda-xırda doğrayıram. Bir dəstə həyətdən yığdığım nanəni də doğrayıram. Bir dəstə də cəfərini doğrayıram. Və 3 ədəd yer kökünü də rəndədən keçirərək əlavə edirəm. Üzərinə 2 yemək qaşığı duz əlavə etdim. İçliyimiz artıq hazırdır. Bunu yaxşı-yaxşı qarışdırıb kənara qoyuram. Artıq kərəmlərimiz bişib, gördüyünüz kimi bunun zoğ hissələrini kəsirəm ki, bükərkən bizə mane olmasın. Keçən dəfə bu dolmanı hazırlayanda ağ kələmlə hazırlamışdım, həm də çuğundur da əlavə etmişdim. Çox dadlı, ləzzətli bir turşu alınmışdı. Artıq çoxdan da bitib o turşular. Yenidən bu turşunu hazırlamaq istədim.
Gördüyünüz kimi kələmin içərisinə içliyimizi bu formada qoyub bükürəm. Həm asan, həm də tez başa gələn və ən əsası odur ki, çox dadlı bir turşudur. Bu da bizim rəngli kələm turşumuz hazır oldu. Keçirik, biraz da ağ kələmdən bükəcəm. Rəngarəng olsun deyə biraz da ağ eləyəcəm. Eyni üsulla bunun da zoğlu hissələrini kəsirəm və içliyimizdən bunun da içərisinə qoyuram. Kənardan baxanda yeməyə bənzəyir, amma turşudur, həm də çox dadlı turşudur. Fərqli turşudur. Hamısını eyni qayda ilə bükdüm və keçirik bankaya yığmağa. Litr yarımlıq banka götürmüşəm. İçərisinə ilk öncə quru şüyüd və 2 ədəd dəfnə yarpağı əlavə edib dolmalarımızı bankaya yığıram. Artıq gördüyünüz kimi 2 ədəd banka yığdım. İçərisinə 2 yemək qaşığı yenidən duz əlavə edirəm və hərəsinə 1 yemək qaşığı şəkər tozu əlavə edirəm. Və hər bankamıza 1 stəkan özüm hazırladığım üzüm sirkəsi əlavə edirəm. Bankalar tam kip dolu olduğu üçün görürsünüz su biraz yavaş-yavaş gedir. Mən də sirkəni yavaş-yavaş əlavə edirəm ki, yerə tökülməsin. Və qaşıqla bu formada etdim ki, suyu daha rahat getsin. Yenidən sirkə əlavə edirəm stəkana. Dediyim kimi, hər bankaya 1 stəkan üzüm sirkəsi əlavə etmiş oldum. Və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Gördüyünüz kimi asan və tez başa gələn çox dadlı turşumuz hazır oldu. Rəngarəng turşumuz hazır oldu dəyərli izləyicilərimiz. Bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.